Əli Kərimlinin həbsi İlham Əliyev üçün çox ciddi baş ağrısına çevriləcək. Kərimli rejimə qarşı müqavimətin simvoluna çevrilmişdi. Əlbəttə gözlənilən bir həbs idi. Əli Kərimli hər gün yazırdı, hər gün danışırdı, hakimiyyəti ifşa edirdi. Kərimlinin həbsi ilə İlham Əliyevin güddüyü bir neçə niyyətlər var. Ümumiyyətlə təşkilatlanmış müxalifət, təşkilatlanmış etiraz fenomeni Azərbaycandan yığışdırmaq. Yəni Əli Kərimlidən intiqam almaq, Əli Kərimlini təcrid etmək, eyni zamanda 2026-ya hazırlıq çərçivəsində də buna baxmaq. İqtisadiyyat donub. Hətta minimum əmək haqqı səviyyəsində qazancı olanları belə vergiyə cəlb eləmək istəyir. Ölkəni qapamaq istəyirlər, quru sərhədlər bağlıdır. Daxili qoşunlara xüsusi səlahiyyət verilməsi, İlham Əliyevin daxili qoşunlara rəhbərliyi belə çıxır ki, İlham Əliyev 2026-cı ilə hazırlaşır. Əli Kərimlinin həbsi və ümumiyyətlə ölkədə siyasi fəaliyyətin qadağan edilməsi də həmin mərhələ üçün profilaktik hazırlıq məqsədi ilə aparılıb. Bir tərəfdən xalqı soymaq, digər tərəfdən də etirazlar olacaqsa, cəmiyyət arxasınca apara biləcək deməli şəxslərin olmamı, tipik diktatura.